Sizin sevgiliniz başqa bir oğlan şəklin bənzədir. Bu sizin münasibətə problem ola bilər? Bəli, bəli, problem yarada bilərdi. Çünki o bilir ki, mən elə bir şey məsələn sevmirəm. O da məsələn mənə deyib ki, elə bir şeylər eləmə. Biz yəni o baxımdan anlaşmışıq. Hətta bu videonun qabağına çıxsa sizin özünüzə də yaza bilər ki, nəyə görə mənim sevgilimə mikrofon uzatmısınız, yəni deyin biləsiniz. Yəni Yəni yazsa, bəli, bəli. Yəni yazsa, yəni deyin biləsiz ki, yazacaq. Görsə yazacaq ki, nəyə görə mənim sevgilimdən siz sorğu-sual keçirmisiniz. Okey, bəzən olur məsələn Instagramı listat edirik, bir təsadüfən like qoyur. Yox, təsadüfən başqa şeydir, amma yəni özünü də tanıyıram, bilirəm ki, bizdə elə bir şeylər olmayıb, o asla deyil də, yəni bizə elə şey maraqlı deyil. Əgər istəyirsənsə deyəcək ki, məsələn mən ayrılmaq istəyirəm səndən daha qəşəng oğlan var. Özünə dəfələrlə demişəm ki, istəyirsənsə problem deyil. Yəni biz ayrıla bilərik. O da həmişə mənim yanımda olur. Ona görə bizdə elə bir problem yaşanmayıb, yaşanmaz da inşallah. Amma bilirəm ki, bu sorğudan sonra sizə problem yaşanacaq mənim sevgilim baxımından. Bəs siz vəbşə ümumiyyətlə sizin sevgilinizin Instagramı açıq olmağına necə baxırsınız? Açıq deyil Instagram. Yəni siz demisiniz bağlayın. Yox, özü bağlayıb.